Studiyamızın qonağı siyasi şərhçi Rəşad Bayramovla danışacaq. Rəşad bəy, xoş gördük sizi, xoş gəldiniz. Rəşad bəy, ilk olaraq istəyirəm Prezident İlham Əliyevin açıqlamaları ilə bağlı bir təhlilimiz olsun. Əslində, dünən axşam saatlarından etibarən geniş şəkildə danışırıq bu məsələlərlə bağlı. Çünki 3 saatlıq bir müsahibə var idi və həqiqətən də çox önəmli məqamlara toxunuldu. Ələxüsus biz indi burada kiçik bir neçə hissəni təqdim etdik. Azərbaycan-ABŞ münasibətləri və Zəngəzur dəhlizi ilə bağlı məsələlər, bir çox istiqamətlər var idi. Amma Azərbaycan-ABŞ münasibətləri ilə bağlı danışırıqsa 9-7-ci düzəliş məsələsi bir qədər daha genişdir. Çünki bu sadəcə olaraq Amerikanın və sadəcə olaraq Trumpın verdiyi qərar deyil, bir qədər də o konqres daxilində ki, fərqli Azərbaycana münasibət, ziddiyyətləri də nəzərə almalıyıq. Bu mənada həmçinin də 9-7-ci düzəlişin ləğv edilməməsi sülhə də müəyyən maneələr törədir, ləngidir deyə bilərikmi? Əslində baxanda, təbii ki, 92-ci ildə tətbiq olunan 9-7-ci düzəliş ədalətsiz bir qərar idi Amerika Birləşmiş Ştatları administrasiyası tərəfindən və nəzərə alaq ki, yenə də həmin dövrdə də konqresdə ən fəal 9-7-ci düzəlişin tətbiq olunması ilə bağlı ən fəal kampaniya aparanlardan biri sonraki dövrlərdə vitse-prezident və prezident olan Biden idi və onun sonraki mərhələdə prezidentliyi dövründə Azərbaycan olan münasibəti də əslində əvvəlcədən formalaşmış münasibətin davamı idi. Yəni, Biden hakimiyyətə gələndə artıq məlum idi ki, onun Azərbaycanla bağlı mövqeyi hansı istiqamətdə olacaq. Ədalətsiz qərar idi və xüsusən də o baxımdan ədalətsiz idi ki, torpaqları işğal olunan Azərbaycan idi. Ermənistan tərəfindən artıq bir sıra Azərbaycan əraziləri işğal altına alınmışdı və nəticə etibarilə 9-7-ci düzəliş Azərbaycanın güya Ermənistanı blokadaya alması səbəbi ilə tətbiq olunmuşdu. Təbii ki, bu düzəliş Azərbaycan-ABŞ münasibətlərinə olduqca mənfi təsir göstərdi. Xüsusən də belə deyək, müdafiə sahəsində, hərbi əməkdaşlıq sahəsində və yaxud da birbaşa Azərbaycana oluna biləcək yardımların qarşısını almaq baxımından 9-7-ci düzəliş ədalətsiz düzəliş idi. Onu da nəzərə alaq ki, ümumiyyətlə Ermənistanın blokadasından da söhbət getmirdi. Yəni, necə blokadaya ala bilərdi Azərbaycan həmin dövrdə Ermənistanı? Gürcüstan sərhəddi faktiki olaraq açıq idi, İranla sərhəddi faktiki olaraq açıq idi, hətta Türkiyə ilə belə sərhəddi açıq idi. Biz bilirik ki, həmin düzəliş 9-7-ci düzəliş qüvvəyə minəndən bir il sonra 93-cü ildə Türkiyə Ermənistanla sərhədlərini bağlayıbdı. Yəni, faktiki olaraq absurd, heç nəyə əsaslanmayan bir mövqe ortaya qoydu həmin dövrdə ABŞ konqresi və bunu tətbiq elədi. Sonraki dövrdə proseslər gözümüzün önündədir. Uzun müddət bu qüvvədə qalandan sonra Azərbaycana olan ehtiyac, ABŞ-ın Azərbaycana olan ehtiyacı, Əfqanistana sülh məramlarının göndərilməsi istiqamətində Azərbaycandan tranzit olaraq istifadə olunması, onların təchizatı və s.'nin məhz Azərbaycan üzərindən həyata keçirilməsi və digər məsələlər səbəbi ilə 9-7-ci düzəliş müəyyən dövrlərdə, belə deyək, təxirə salınması ilə bağlı da addımlar atıldı ABŞ administrasiyası tərəfindən. Amma Əfqanistanla bağlı problem məsələni tapandan sonra, ABŞ oradan çıxandan sonra Biden hakimiyyəti yenidən həmin düzəlişin belə deyək, qüvvəyə minməsi haqqında qərar qəbul elədi. İndi vəziyyət dəyişibmi? Təbii ki, dəyişib. Yəni, bugün artıq ABŞ konqresində 9-7-ci düzəlişin tamamilə ləğvi ilə bağlı müraciət konkret olaraq konqresə ünvanlanıb müvafiq konqresmenlər tərəfindən. Paralel olaraq Qazaxıstan, Rusiya istiqamətindən gələn məhsulların Azərbaycandan birbaşa Ermənistana ötürülməsi, Azərbaycanın özünün enerji məhsullarının Ermənistana çatdırılması istiqamətində atılan addımlar əslində konqresdə 9-7-ci düzəlişin ləğvi istiqamətində mövqe ortaya qoyan şəxslərin əlinin güclənməsinə hesaplanan addımlardır həm də. Çünki bugün o bəhanə artıq tamamilə ortadan çıxmış olub. Yəni, bugün bunun əleyhinə çıxış eləyə biləcək konqresmenlərin hansı argument ortaya qoyacağı özü müəmmalıdır. Çünki faktiki olaraq yenidən blokada və s. kimi bəhanələrin ortaya çıxması mümkün deyil. Bu məsələ Azərbaycanla Ermənistan arasında sülh prosesinə nə qədər təsir göstərirdən daha çox ABŞ-Azərbaycan münasibətlərinə nə dərəcədə təsir göstərir desək daha düzgün olar. Təbii ki, 9-7-ci düzəliş indi, yəni Trump hakimiyyəti dövründə yenə də
faktiki olaraq dayandırılıbdır bir il müddətinə Prezident Trump tərəfindən. Amma bunun tamamilə aradan qalxmasına ehtiyac var ki, növbəti mərhələdə Azərbaycan və ABŞ arasında olan münasibətlərin dinamik olaraq daha da inkişaf etdirilməsi təmin olunmuş olsun. Yəni bu günləri Azərbaycan və ABŞ münasibətləri təkcə iki tərəfli əməkdaşlıq kontekstində formalaşan münasibətlər deyil, həm də regional geosiyasi kontekstdə formalaşan münasibətlərdir. Amerika Birləşmiş Ştatları üçün Azərbaycan həm Xəzər dənizi hövzəsinin əsas enerji təminatçısı kimi, həm regionda sabitləşdirici faktor olaraq, həm də Rusiya və İranla sərhəd ölkə olaraq olduqca prioritet əhəmiyyət kəsb edir ABŞ üçün. Paralel olaraq Mərkəzi Asiya ölkələrinin Qərbə inteqrasiyası prosesində də Azərbaycan körpü rolunu oynamaq baxımından ABŞ üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda təbii ki, Amerika Birləşmiş Ştatları da Azərbaycan üçün həm beynəlxalq nüfuz baxımından, həm də müdafiə və təhlükəsizlik baxımından əhəmiyyətli ölkədir. Ona görə də Azərbaycan da məhz bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi üçün, daha da inkişaf etdirilməsi üçün və gələcəkdə hər hansı bir administrasiya dəyişikliyindən asılı olmayaraq yenidən 907-ci düzəlişin qüvvəyə minməməsi üçün indidən həmin o bədnam, belə deyək, düzəlişin tamamilə aradan qaldırılmasını istəyir və bu da haqlı tələbimizdir bizim və paralel olaraq aparılan danışıqlar, iki tərəfli nümayəndə heyətləri arasında keçirilən görüşlər, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıqla bağlı xartiyanın hazırlanması istiqamətində görülən fəaliyyət əslində onu deməyə əsas verir ki, bu 907 düzəlişin ləğvi istiqamətində müvafiq addımların atılması gözlənilir. Təbii ki, ABŞ-ın indiki administrasiyası bunu gecikdirmədən həll etsə daha yaxşı olar. Çünki biz bilirik ki, bu il ərzində Amerika Birləşmiş Ştatlarında iki paralel seçkilərin keçirilməsi planlaşdırılır. Həm Nümayəndələr Palatasına, həm də Senatın 1/3-nə seçkilər olacaq. Hal-hazırda respublikaçılar üstünlük təşkil elədiyi dövrdə sabah nə olacağını qarantiyalamaq mümkün deyil. Yəni sabah demokratların bu və ya digər şəkildə Nümayəndələr Palatasında üstünlük təşkil etməsi təbii ki, 907-ci düzəlişin aradan qaldırılması istiqamətində prosesləri ləngidə bilər və yaxud da onun müzakirəyə çıxarılmasının qarşısını ala bilər. Ona görə də maksimum şəkildə düşünürəm ki, hal-hazırda Azərbaycanın ABŞ-la apardığı iki tərəfli danışıqlarda bu məsələnin tez bir zamanda öz həllini tapması istiqamətində çağırışlar olur və ümid eləyək ki, bu istiqamətdə də konkret addımlar atılacaq. Rəşad bəy, bir qədər də istəyirəm ki, Ermənistan daxili məsələlərdən danışaq. O mənada ki, biz elə müzakirəmizə keçməzdən əvvəl qeyd etdik ki, Nikol Paşinyan bugün bir dini yürüyüş etdi. Bu çox önəmli idi. Artıq uzun müddət idi danışılan və gözlənilən hadisə idi. Öncəsində Nikol Paşinyan məhz kilsənin o rəhbərliyi ilə bağlı müəyyən şeyləri ifşa etdi. Onların etibarını sarsıtmağa çalışdı. Yəni, deyə bilərik ki, müəyyən dərəcədə sarsıtdı. İkinci mərhələ olaraq indi məhz yeni bir yol xəritəsi üzərində layihə təqdim edilir və müəyyən qrup din xadimlərini də öz tərəfinə çəkərək qeyd edir ki, yeni bir dövrə qədəm qoyur kilsə. Növbəti mərhələdə nə var bəs? Paşinyan nəyi planlaşdırır? Qeyd etdiyiniz kimi, Paşinyan bu dəqiqə ən vacib olan məqsəd nədən ibarətdir? Hakimiyyətdə olan mövqeyini qoruyub saxlamaqdan ibarətdir. Yəni, növbəti seçkilərdə də bu və ya digər şəkildə həmin o qalibiyyəti təmin etməkdən ibarətdir. Paşinyan son il yarım, 2 illik bir prosesə nəzər saldıqda görürük ki, addım-addım məhz elə 2026-cı ildə keçiriləcək seçkilərə hazırlıq üçün faktiki olaraq kampaniya aparır. Siyasi müxalifəti böyük ölçüdə, belə deyək, zəiflətməyi bacarıb. Ayrı-ayrı güc mərkəzləri, xüsusən də Rusiya tərəfindən bu və ya digər şəkildə göndərilən oliqarx, biznes şəbəkələrinin belə deyək, neytrallaşdırılması istiqamətində addımlar atıb, amma ən böyük belə deyək, dayaq həm seçki prosesinə təsir göstərə biləcək güc, həm Rusiyanın maraqlarını Ermənistan daxilində müdafiə edə biləcək güc olaraq kilsə qalırdı ki, son dövrdə də ilk olaraq korrupsiya faktlarını açıqlamaqla, daha sonra mənəvi məsələləri gündəmə gətirməklə, subaylıq andı və digər məsələləri gündəmə gətirməklə tədricən də olsa kilsə rəhbərliyinin mövqelərinin zəiflədilməsinə nail ola bildi. Və
məhz ondan sonra ayrı-ayrı arxiyepiskopların həbsini həyata keçirtdi və geniş kütlələrdə də bunun böyük etiraza səbəb olmadığını gördü. Ona görə də artıq növbəti mərhələ başlayıb. Birbaşa hədəf təbii ki, 2-ci Qaregindir və onun kilsə rəhbərliyindən uzaqlaşdırılmasıdır. Bugünkü hadisə proseslərin finişi deyil, amma kulminasiya nöqtəsidir. Yəni keçirilən yürüyüş, apostol ilə bağlı onları dəstək bəyanatlarının verilməsi, halbuki əslində proses həmin o kilsə daxilindəki etirazçılardan başlayan proses deyil. Prosesi Paşinyan başlayıb, amma indi faktiki olaraq özü bir qədər kənarda dayanmaqla sadəcə kilsə daxilində parçalanmanın qarşısını almaq üçün belə deyək, müdaxiləyə ehtiyac olduğunu şəxs olaraq təqdim etməyə çalışır və bunu kilsə daxilində islahatların həyata keçirilməsinin vacibliyi ilə dilə gətirir. Prosesdə belə deyək, bu günləri 2-ci Qaregini bu və ya digər şəkildə neytrallaşdırmaq mümkün olacaqmı? Bunu təbii ki, zaman göstərəcək. Amma Paşinyan üçün bu dəqiqə ən vacib olan əslində o da deyil. Vacib olan Qareginin o vəziyyətə salınmasıdır ki, Rusiyadan gələn sifarişləri icra etmək imkanları məhdudlaşmış olsun. Yəni, baxın, biz 3 il 4 il bundan qabaq... Deyir ki, istifadə eləməyə çalışanlar var, bacarmayacaqlar. Yəni, 3 il 4 il bundan qabaq Ermənistanda mən hələ baş nazirik bir kənara qoyuram. Ümumiyyətlə, hər hansı bir təşkilatın kilsə əleyhinə, kilsə rəhbərliyi əleyhinə belə bir yürüş təşkil eləyəcəyini kim proqnozlaşdıra bilərdi? Mümkün deyildi, çünki kilsənin ictimai rəyə təsir imkanları o qədər güclü idi ki, insanlarda kilsəyə inam o qədər güclü idi ki, belə bir şeyi heç kim təsəvvürünə yatıra bilməzdi. Amma bu günləri bu şəkildə izdihamlı bir kütlə küçüyə çıxıb öz etirazını bu formada təqdim eləyirsə və bunun belə deyək, alternativ olaraq kilsəni müdafiə edən qüvvələr tərəfindən meydanlara belə deyək, çağırış yoxdursa, çıxış yoxdursa, bunlar əleyhinə başqa bir təbliğat kampaniyası aparılmırsa, demək ki, Paşinyan öz məqsədlərinə çatmaq istiqamətində bir addımlığındadır. Yenə deyirəm, bacaracaqmı Qareginin dəyişməsi bu ikinci dərəcəli məsələdir. Əsas məsələ hazırda uğurdan gedir. Onun bütün ictimai dayaqlarını sarsıtmaq, kilsənin ictimai rəyə təsir imkanlarını minimallaşdırmaq və Rusiyadan gələn sifarişlərin icra edilməsi istiqamətində bariyeri qurmaqdan ibarətdir ki, buna artıq demək olar ki, Paşinyan nail olub. O baxımdan da düşünürəm ki, növbəti yəni qarşıdan gələn seçkilərdə böyük ölçüdə belə deyək, təzyiqlə üzləşməyəcək. Nə Paşinyan, nə də onun komandası. Aydındır. Elə bir qədər etirazlardan danışırıq, qarşılıqdan danışırıqsa, regionun digər dövləti olan İranı da göz ardı etməməliyik. Çünki İranda baş verən proseslərdə həmçinin Azərbaycana, Ermənistana ümumilikdə baxdığımızda Cənubi Qafqaza kifayət qədər önəmli şəkildə təsir göstərir. Müzakirəmizdə bu məsələyə də toxunaq istəyirəm. Önəmli məsələlərdir. Əlbəttə ki, fərqli fikirlər irəli sürən siyasi şərhçilər var. Bəzi qism deyir ki, ola bilər ki, hətta bu etirazları hazırda dövlət müəyyən dərəcədə həyata keçirmək istəyir. Yəni, dini idarəçilik. O mənada ki, hazırda Amerika Birləşmiş Ştatları İsrail təhdidinə qarşı silahlanırlar. Maliyyənin böyük qismi ora gedir və bunu isə, belə deyək, müəyyən formada demokratik ölkə kimi göstərmək üçün, müəyyən məsələləri pərdələmək üçün istifadə edilir bu etirazlardan. Digər tərəfdən əslində yox, yeni bir idarəçilik, şah idarəçiliyinə qayıtmaq istəyir, ölkə daxilindəki vətəndaşlar deyə təhlil edənlər də var. Əlbəttə ki, fikir çoxdur. Amma hazırki məqamda biz bir pərakəndəliyi görürük İran daxilində. Bəzi qruplar qarışmırlar, bəzi qruplar isə yeni bəyanatlar verirlər. Qadınların bugün ərzində həmin etirazlara, yürüyüşlərə çıxdığını gördük. Nə baş verir İran daxilində tam olaraq? Bir məqsəd varmı, yoxsa belə pərakəndə şəkildə bitəcəkmi bu yaxın günlərdə? Mənim şəxsi qənaətim ondan ibarətdir ki, proses sadəcə daxildə iqtisadi problemlərlə başlayan bir proses deyil. Yəni, biz İranda valyutanın ABŞ dollarına qarşı nə qədər gücsüzləşdiyinin bundan qabaq da dəfələrlə şahidi olmuşuq. Yəni, indi birdən-birə bu şəkildə müxtəlif vilayətləri əhatə edən aksiyaların ortaya çıxması sırf iqtisadi problemlərlə belə deyək, bağlı deyil deyə düşünürəm. Çünki bir faktı nəzərə almaq lazımdır ki, bu proseslər faktiki olaraq Netanyahu və Trump arasında keçirilən son görüşdən dərhal sonraya təsadüf etdi. Məsələ nədən ibarətdir? 12 günlük müharibə göstərdi ki, İrana kənardan müdaxilə zamanı
hakimiyyətlə xalq arasında bir birlik meydana gəlmiş olur. Yəni, əhali ümumi düşmənə qarşı hakimiyyətlə məcburən bir yerdə hərəkət eləyir və bu da təbii ki, hakimiyyətin, xüsusən də dini hakimiyyətin mövqələrini güclü saxlamaq, belə deyək, təslim olmamaq üçün kifayət eləyir. Ona görə də bu dəfə düşünürəm ki, fərqli taktika seçilib. Bu dəfə hakimiyyətlə xalq arasında maksimum uçurumu dərinləşdirmək və sabahları bu və ya digər hərbi əməliyyatlar zamanı artıq xalqın hakimiyyəti dəstəkləməmək planı üzərində bir iş qurulubdur. Nə ilə nəticələnəcək? Mən düşünmürəm ki, bu aksiyalar bundan qabaqki aksiyalardan fərqli olaraq belə deyək, böyük ölçüdə İranda rejim dəyişikliyinə gətirib çıxarsın. Hər nə qədər Amerika Birləşmiş Ştatları bəyanatlar versə də, biz yanınızdayıq desə də, insanlara qarşı silah və s. istifadə olunacağı halda birbaşa müdaxilə edəcəyini desə də, artıq 30 nəfərdən çox adam belə deyək, öldürülüb və hər gündə öldürülməkdə davam eləyir. Onda sual ortaya çıxır ki, bəs niyə müdaxilə baş vermir? Nə üçün etirazçılar dəstəklənmir və s. və ilaxır. Söhbət quru bəyanatlarla dəstəklənməkdən getmir. Söhbət Trumpın dediyi kimi birbaşa müdaxilədən gedir. Düşünürəm ki, bu məsələ maksimum şəkildə daxildə, yenə də deyirəm, çaxnaşma, daxildəki qruplar arasında münasibətlərin kəskinləşməsi, hakimiyyət, belə deyək, xalq tərəfindən seçilmiş hakimiyyətlə əslində dini hakimiyyət arasında da bir parçalanmanın ortaya çıxması fonunda İranın zəifləməsi. Var mı bir şey sezilirmi? Yəni hazırda biz Pezeşkanın bugünkü açıqlamasını təqdim etdik. Bir qədər maraq doğurur. Deyir, məndən maaşların artırılması istənilir, vergiləri almayın deyirlər, amma pul yoxdur deyir. Mən necə eləyəm deyir. Baxın, hadisələr başlayan günü Pezeşkanın bir açıqlaması var idi. Və Pezeşkan açıq şəkildə dedi ki, bu hadisələrə görə biz Amerikanı və ya hər hansı bir başqa xarici qüvvəni günahlandırmalı deyilik. Bu problem bizim problemimizdir. Həqiqətən də, yəni dövlət güclü olsa, dövlət insanlara qayğı göstərsə, dövlət sosial problemləri, iqtisadi problemləri həll etmək gücündə olan bir dövlət olsa, hər hansı bir kənar müdaxilə ilə insanların ayağa qaldırılması mümkün deyil. Yəni biz İran dövlət olaraq bu prosesləri idarə edə bilmədiyi üçün, bu təminatları verə bilmədiyi üçün hər hansı bir kənar müdaxilə nəticəsində balaca bir müdaxilə olsa belə bu dərəcədə böyük etirazlar yarana bilir. 2 gün bundan əvvəl İranın dini liderinin bəyanatında isə birbaşa Amerika Birləşmiş Ştatlarının hədəf göstərilməsi və bu prosesləri Amerika Birləşmiş Ştatları həyata keçirir kimi bəyanat verməsi faktiki olaraq Pezeşkiyanla Xomeneyi arasında bu məsələdə fikir ayrılığını ortaya qoyur. Yəni bu o deməkdir ki, artıq bu məsələ başlayıb və Pezeşkiyan açıq şəkildə deyir ki, mənim gücüm çatmır. Mən bir çox məsələlərə müdaxilə edə bilmirəm, çünki o səlahiyyətlərə malik deyiləm və yaxud da görmək istədiyim işləri görməyə imkan vermirlər. Bununla da faktiki olaraq, hədəf olaraq məhz Sepahı, məhz dini hakimiyyəti, yəni bu günləri bir ölkənin prezidenti ölkədə rüşvətxorluq olmasa, ölkədə korrupsiya olmasa, onda bu maliyyə də olar və xalqı da yaxşı rivahını təmin etmək olar deyirsə, demək ki, öz kabinetini nəzərdə tutmur. Burada söhbət həqiqətən də İranda neft üzərində nəzarətə həyata keçidən, ayrı-ayrı məhsullar üzərində monopoliyanı həyata keçidən, İndiki su qıtlığına da səbəb olan dini və onların bir belə deyək, dəstəyi olan İran İnqilab Keşikçiləri Korpusu Sepahın nəzarətində həyata keçirilir bütün bunlar. Bu heç kimə sir də deyil ki, əsas maliyyə məhz onların əlində cəmləşib və əslində Pezeşkiyanın çağırışı da əgər bu etirazları istəmirsinizsə, zəhmət çəkin həmin pulları xalqa geri qaytarın bəyanatının verilməsinə bənzəyir. Yenə deyirəm, İranda indiyə qədər böyük dəyişikliklər ancaq və ancaq Azərbaycan türklərinin ayağa qalxması fonunda baş verib. Bu günləri biz Azərbaycanlıların toplu şəkildə yaşadığı əyalətlərdə etirazlara şahidlik etmirik. Çünki İranda yaşayan soydaşlarımız üçün rejim dəyişikliyi heç bir belə deyək, yeni imkanlar gətirməyəcək. Onlar şah dövründə, Pəhləvilər hakimiyyəti dövründə necə əzilirdilərsə, indi dini hakimiyyət tərəfindən də eyni cür əzilirlər və sabahları
bunların gedib yenidən Pəhləvilərin hakimiyyətə almaya böyük ölçüdə heç nə dəyişməyəcək deyənə Azərbaycanlı soydaşlarımız, Azərbaycan türkləri prosesdə neytrallığını qoruyub saxlamaq mövqeyi seçirlər. Ayrı-ayrı əyalətlərdə, Azərbaycan yaşayan əyalətlərdə etirazlar təbii ki olur. Bu ümumi etirazlar fonunda baş verən aksiyalardır. Amma kütləvi şəkildə Azərbaycan türklərinin ayağa qalxması hələ ki müşahidə olunmur və bu da təbiidir. Çünki rejim dəyişikliyi onların vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq dəyişiklik deyil. Nə vaxt ki İranın parçalanması məsələsi gündəmə gələcəksə, nə vaxt ki Qərb dərk eləyəcək ki, İran ancaq parçalanması fonunda bu rejim çökə bilər, o zaman dəstək olacaqsa, təbii ki, soydaşlarımız da ayağa qalxacaq və təbii ki, o zaman real nəticələrdən də danışmaq mümkün olacaq. Bugünkü baş verənlərə isə sadəcə növbəti mərhələdə İrana qarşı yeni hərbi əməliyyatları keçirmək üçün daxildə xalqla hakimiyyət arasında uçurumu yaratmaq kimi baxmaq lazımdır. Çox sağ olun Rəşad bəy, təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiyiniz üçün və önəmli dəyərləndirmələr.